Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bugün sizi elə bir evin təqdimatındayım ki, həqiqətən tərifləməyə dəyər. Çünki təmir göz qabağındadır, tikintiyə də ki söz ola bilməz. Dəhlizdir, bölgü dəhliz vasitəsini aparıb, birinci mərtəbə, ikinci mərtəbə monolit beton, fundament, kəmər mövcuddur evdə. Birinci mərtəbədə, ikinci mərtəbədə ümumilikdə isti poldan təchiz olunub, hörmətli izləyicilərimiz. Çox keyfiyyətli evdir, cüt daşdan inşa olunub. Bu hissədə yerləşir evimizin gördüyünüz kimi qonaq otağı, işıqlı, geniş qonaq otağı var. Laminatına kimi, divar kağızlarına kimi hamısı bahalısından istifadə olunub, yaxşısından deyil. Vitraj şəbəkə pəncərə həyət yanı sahəsinə baxır, TV stentinə kimi hər birisi mövcuddur, spotlar, tavanla fırışıqlar bəzədilir. Gözəl bir evdir. Bugünkü gün üçün dəbdə olan rəy çalaqlarından istifadə olunub. Bu hissədə yerləşir evimizin mətbəxi. Yenə vitraj pəncərə öz həyət yanı sahəsinə baxır, çırçıraqlarına kimi hər birisi bəzədilib, bütün kameralar da mətbəxdə mövcuddur. Xatırladım ki, kupçalıdır, 5 otaqdan ibarətdir. Burada yerləşir evimizin birinci mərtəbədə olan yataq otağı. Yataq otağından birbaşa Duz gölünə görünüş var. Hörmətli izləyicilərimiz, baxın, birbaşa Duz gölünə müalicəvi havası var, yəni ki, bilənlər bilir. İkinci mərtəbəyə qalxan pilləkənlər beton pilləkənlərdir. Birinci mərtəbənin sanitar qovşağı genişdir və duş kabinin içində yer ayrılıb, hər iki tərəfi addenli. Və evimiz gördüyünüz kimi cüt daşdan inşa olunub, tavanı asma tavan. Evimiz ümumilikdə 3 mərtəbədir. Yəni evin ön görünüşündən 2 mərtəbə görüşməyinə baxmayaraq, evin alt hissəsində qaraj var. Gördüyünüz kimi burada monolit betondur, pilləkənlər ümumilikdə betondan yığılıb. Pultla idarə olunan jaluz qapı açıldı, avtomobil birbaşa qaraja, 2 avtomobil daxil ola bilər. Kombi içində bu hissədə yer ayrılıb, kameralar hər birisi yaxınlığındadır. Alt hissəsində belə bir köməkçi otaqlar var. Bu hissədə gördüyünüz kimi köməkçi otaq. Qalxaq evimizin yaşayışın ikinci mərtəbəsinin təqdimatına, amma evimiz ümumilikdə götürəndə 3-cü mərtəbənin təqdimatına. Qiymət də münasib qiymətli, hörmətli izləyicilərimiz. 145 min manata təklif olunur. Kupçalı 5 otaq, hündür ərazi, Abşeron rayonu Masazır qəsəbəsi. Gördüyünüz kimi burada da istipon xətləri çəkilib. Bura ikinci mərtəbənin sanitar qovşağı. 145 min manat. Qiymətdə razılaşmaq olacaq. Real müştəriyə təbii ki, razılaşmaq mümkündür. Yataq otağıdır. Taxt üstünlüyü də bilək ki, taxt kəlləri ilə yığılıb gizli işıqdan. Yenə də bu otaqdan Duz gölünə birbaşa görünüş var. Üzr istəyirəm. Bura yataq otağından ikincisi, ön tərəfə baxır, vitraj pəncərələr, eyvana çıxış və digər yataq otağı. Kupçalı 145 min manata statli qiymət olaraq təklif olunur. Real müştərilər dediyim kimi razılaşmaqda olacaq. 051 635 1797 nömrəmizi əlaqə saxlayın. Daha dolğun məlumat ala bilərsiniz. Həyət yanı sahəsini göstərəcəm, izləmədə qalın. Gördüyünüz kimi evimizin üz görünüşü bu cür nədir, dəyərli izləyicilərimiz? Qaraj hissəsi yan tərəfdən, yəni evin bir mərtəbəsi çöldən, yan tərəfdən keçid var. Üz görünüşü bu cür nədir? Pultla idarə olunan jaluz qapısı, qapısına kimi asfaltdır. Abşeron rayonu Masazır qəsəbəsi 569 nömrəli marşrutun cəmi cümlətanı 300 metrində yerləşir, qapısınacan asfaltdır. Qeyd etdiyim nömrədən əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz.